Bu dağ minilliklər boyu təkcə əfsanələri deyil, tariximizdə qoruyub saxlayıb. Təxminən 30 illik axtarışdan sonra tapılan İlandağ yazısı Urartu hökmdarlarının Naxçıvana yürüşlərinin izlərini yenidən üzə çıxarıb. Yazılar göstərir ki, bu torpaqlar uğrunda qədimdən bəri mübarizələr aparılıb. Ancaq Naxçıvan öz siyasi əhəmiyyətini qoruyub saxlaya bilib. Vaxtilə buraya 100 nəfərlərlə məsələn də hökumət adam göndərib, axtarıblar, amma qismət mənim payıma düşdü. Mən də dünənləri elə alimlərimizlə bir gəldi, həmişə 3-4 dəfə gəlib axtarmışıq, tapa bilmirdik. Dünənlər gələndə əraziləri mən böldüm, dedim birimiz buradan, birimiz buradan. Mənə də düşdü o dərədən bu tərəfə. Orada da bir yer vardı, bir neçə metr vardı, qatdım orada da tapladım. Belə gəzə-gəzə axırı gəldim ki, çox sadə bir yerdə varmış, amma balaca olduğuna görə diqqət çəkmirmiş. Hələ tapdım, Vəli müəllim də buradaydı. Zəng vurdum, bunlar bir də təzədən gəldilər, çox sevindilər. İlandağ kitabəsi elm aləminə hələ 30 il əvvəl məlum olub. Yazı ilk dəfə Sovet dövründə geoloqlar tərəfindən aşkar edilərək Elmlər Akademiyasına təqdim olunub. Daha sonra kitabənin oxunması üçün materiallar İtaliyaya göndərilib. Burada aparılan işlər nəticəsində yazı deşifrə olunub. Məlum olub ki, yazı Urartu hökmdarlarının Naxçıvana hərbi yürüşü ilə bağlıdır. Bu yazıda Urartu hökmdarı İşbuyni və onun oğlu Menua, hansı ki o da sonradan Urartu hökmdarı olubdur. Onların adı çəkilir və onlar Ələzin kəndindən, Arsine, yazıda Arsine adlanır. Buradan keçərək Araz çayını keçib Puladi ölkəsinə, Cənubi Azərbaycanda olan Puladi ölkəsinə gedirlər və orada Tanrı Haldini şərəfinə, eyni zamanda onun xanımının şərəfinə qurban kəsirlər. Yazıda ancaq bunlar haqqında məlumat verilir. Aparılan araşdırmalar göstərir ki, Urartular Naxçıvana bir neçə istiqamətdən, həm şimaldan, həm indiki Sədərək istiqamətindən hücumlar eləyiblər, bu ərazini ələ keçirmək istəyiblər. Lakin o zaman burada güclü bir tayfa ittifaqı var idi. Etuni Konfederasiyası burada məskunluq salmışdı. Ona görə də onlar Naxçıvan ərazisini işğal edə bilməyiblər və işğal sürüşləri uğursuzluğa uğrayıb və yenə də cənuba doğru hərəkət edib gediblər. Tarixi mənbələr və son araşdırmalar göstərir ki, Urartuların Naxçıvana yürüşləri istədikləri nəticəni verməyib. Bu isə qədim dövrdə Naxçıvanın regionun mühüm siyasi mərkəzlərindən biri olduğunu, yerli tayfa birliklərinin isə xarici hücumlara qarşı ciddi müqavimət göstərdiyini bir daha təsdiqləyir. İlham Vəliyev, Rəşad Hüseynov, NTV Xəbər.